Deməli, 1920-30-cu illərdə, yəni 2-ci Dünya müharibəsindən əvvəlki dövrdə dövlətlərarası münasibətlər. Dediyimiz müşahidlər, Versal-Vaşinqton sistemindən danışdıq bundan əvvəl və dedik ki, o dövlətlərarası münasibətləri ədalətlə həll etmədi və narazılıqlar meydana gəldi. Hansı dövlətlər ki, onların mənafeyinə zidd hərəkətlər oldu. O dövlətlərin biri məsələn Yaponiyadır, İtaliyada narazı qalmışdı olan dövlətlərdir. Fransa və Almaniya arasında gərginlik. Deməli, Paris konferansından sonra borclar və təzminat məsələsi qalmışdı. Sonra 1922-ci ildə İtaliyada Genua konferansı keçirildi. Genua konferansının gedişatında diqqətli olaraq burada həm borc təzminat məsələləri həll edilməli idi və burada Sovet Rusiyası da dəvət olunmuşdu həmin konferansa. Əvvəlcə Versal müqaviləsində isə Sovet Rusiyası yox idi bildiyimiz qədər. Sovet Rusiyası gəlmişdi və burada Sovet Rusiyası deməli əvvəllər 1917-yə qədər olan Çar hökuməti var idi. Və Çar Rusiyası 1-ci Dünya müharibəsi gedişatında istər-istəməz borc almışdı öz müttəfiqlərindən, qonşu dövlətlərdən və Sovet Rusiyası indi həmin borcların onlara aid olmadığını bildirdi. Yəni o bizdən əvvəlki hakimiyyətə aiddir, o bizə aidiyyəti yoxdur. Biz vermirik onların. Burada razılığa gəlmək mümkün olmamışdı və bu narahatçılıqdan istifadə edən Almaniya və Sovet Rusiyası Genua konferansının gedişatında Rapallo sazişi imzaladı 1922-ci ildə. Bununla da müharibədən sonra Rusiya və Almaniya iqtisadi blokadadan çıxmış oldu. Yəni onlar iki müstəqil dövlət kimi bir-biri ilə ticarət etmək imkanı əldə etmiş oldular və qonşu dövlətlərin təzyiqindən nisbətən canlarını qurtarmış olur burada. Rapallo sazişində. Fransa bundan sonra təhlükəsizliyin təmin etmək və Almaniyadan təzminatı almaq üçün, bunu Almaniya mövzusunda demişdik, onun iki yolu vardı. Bir hərbi müdaxilə, bir də millətlər cəmiyyəti müraciət etmək. O hələ ki nə edir? Hərbi yoldan, yəni birinci yoldan istifadə edir. 1923-cü ildə Fransa Belçika ilə bərabər edam siyasəti adlanan addım atdı. Nə idi məsələ? Fransa Belçika qoşunları ilə bərabər Almaniyaya hücum elədi və Almaniyanın əsas sənaye bölgəsi olan Ruhr bölgəsini ələ keçirtdi. Burada birisi Almaniya təbii sərvətlərlə zəngindir, bölgələrindən biridir Ruhr bölgəsi. Və Almaniyadan təzminatı ala bilmədiyinə üçün bu dövlətlər həmin ərazidə Ruhr bölgəsində çıxan faydalı qazıntıları mənimsəməklə ona bir növ cəza vermək istədi ki, bax, sən mənə vermirsən, təzminatı vermirdin, mən də bu formada sənin faydalı qazıntıları mənimsəməklə səni cəzalandırıram. Məqsəd Almaniyanı cəzalandırmaq idi. Buradakı bu məsələ isə Ruhr bölgəsinin işğalı Almaniyanın maddi sıxıntıya düşməsinə, maddi çətinliyə düşməsinə səbəb oldu. Nəticədə təzminatın ödənilmə vaxtı uzandı. Çünki ödəyə bilmirdi təzminatı. Buna görə də 1924-cü ildə ABŞ dövlət katibi olan Davos tərəfindən plan hazırlanmış oldu. Davos planı hazırlandı. Almaniyadan alınacaq təzminatlardan bağlı olaraq. Deməli, Davos planında nəzərə alınırdı. Almaniyadan alınacaq təzminatın vaxtının uzadılması və miqdarının azaldılması ki, Almaniya o təzminatı nə edə bilsin? Ödəyə bilsin. Almaniyada yüksək inflyasiya başladı. Kağız pul dəyərdən düşdü. Bunun qarşısını almaq üçün Almaniya ölkəyə yeni kağız pullar istifadəyə buraxdı. Və ABŞ-ın verdiyi borclardan istifadə etdi ki, öz vəziyyətini qaydaya salmış olsun. Yumşalma dövrü 24-29-cu illərdə. Bunu biz xatırlayırsaq da Almaniyada Weimar Respublikasının qızıl dövrü olaraq da adlandırırıq. Dövlətlər arası münasibətlərdə yumşalma dövrüdür həmin dövr. 1925-ci ildə Locarno konferansı, 28-də isə Briand-Kellogg paktı. İndi baxaq, Locarno konferansında biz nə demişdik? Deməli, 25-ci il keçirilən Locarno konferansında
dövlətlər iştirak edir. Hansılardır bunlar? Fransa, Belçika, Almanya, İtaliya və İngiltərənin də iştirakında bu konfrans keçirilir. Həmin konfransda bu dövlətlər arasında sərhədlərin toxunulmazlığına təminat verilmiş oldu. Və xatırlayırsınızsa belə bir şey demişdik. Həmin konfransın nəticəsində Versal müqaviləsinin ədalətsiz olduğu bir daha ortaya çıxmışdı. Çünki burada Almaniya digər dövlətlərlə bərabər hüquqlu dövlət kimi masaya otuzdurulur. Yəni eyni bərabər hüquqlu dövlət kimi Almaniyada o digər dövlətlərlə bir yerdə oturur və onların müqavilə imzalamış olur. Ona bərabər hüquqlu dövlət kimi yanaşırlar. Yəni biraz əvvəl Almaniyanın Birinci Dünya müharibəsində etdikləri sanki göz ardına alınmış oldu. Almaniya 1926-cı ildə Millətlər Cəmiyyətinə daxil edildi. Bilən ki, Lokbaksi iqtisadi məsələ idi. 29-da da SSR həmin pakta qoşulmuşdu. Amma 29-cu ildə dövlətlər arasında bu yumşalma məsələsi dəyişdi. 1929-da böyük böhran başladı. Bunu biz ABŞ mövzusunda demişdik. Üfüqdə qaranlıq. Baxaq, üfüqdə qaranlıq məsələmiz nədir? Deməli, Versal Vaşinqton sistemi qərarlarından biri Millətlər Cəmiyyətinin qurulması idi. O, sülhü qorumalı idi, bərabər hüquqi münasibətlər qurulmalı dövlətlər arasında, amma bu funksiyasını tam yerinə yetirmirdi. 1923-cü ildə Libiyada İtaliyanın həyata keçirdiyi soyqırım siyasəti. Millətlər Cəmiyyəti buna göz yumdu. Yəni, sanki heç belə bir şey olmamış kimi davrandı. Bu, onu nüfuzdan salır. Sonra 1932-ci İtaliya yenə də Libiyada Ömər Muxtarın rəhbərliyi altında olan azadlıq hərəkatına qarşı dinc əhaliyə kimyəvi silahdan istifadə edir. Yenə də Millətlər Cəmiyyəti buna səssiz qalır, səssiz yanaşır. 1930-larda Yaponiya, axı bilirsiniz ki, xammal cəhətdən zəifdir. Yeni xammal mənbəyi və satış bazarı ələ keçirmək üçün müharibəyə başlayır. Çinin şimalındakı ərazini, Mancuriyanı işğal etdi. Burada özündən asılı olan Manchukuo belə bir adda dövlət qurur. Oyuncaq bir dövlət. 1932-ci ildə. Bu işğalçılıq planlarını, təcavüz siyasətinə görə Yaponiya 1933-cü ildə Millətlər Cəmiyyətindən çıxdı. Dünya dövlətləri onu pislədi. Ona görə də çıxdı, getdi. Xatırlayırsınızsa, Almaniyada çıxmışdı həmin ildə. Sonra həmin ildə bu da qeyd edirik, faşist Almaniya isə Millətlər Cəmiyyətindən çıxarıldı. Daha sonra özü çıxdı, getdi. Bu da oxşar cəhətdir. Testlərdə soruşa bilər bizdən. Sonra baxaq görək. 30-cu illərdə baş verən proseslər Avropada diktator rejimlərin artmasına səbəb oldu və dövlətlər arasındakı xoş münasibətlər yavaş-yavaş aradan qalxdı. Baxın, burada yazır liberal demokratizm. Yəni yumşaq siyasət aradan qalxır, əvəzində isə dövlətlər arasındakı diktator rejimləri daha da möhkəmləndi. Deməli, Almaniya Hitler 34-cü ildə Hindenburg'un ölümündən sonra o işğalçılıq siyasətini genişləndirir. İlk öncə Avstriyanı özünə birləşdirməyə çalışır. Bu Anschluss adlanırdı. Avstriyanın başına sui-qəsd təşkil olundu. Onu özünə birləşdirməyə çalışırdı. Amma onun bu addımı İtaliya rəhbəri Mussolini fəaliyyəti ilə dayandırıldı. Çünki Avstriya tərəfindən qoşun yeritdi və Almaniya geri çəkilməli oldu burada. Sonra Almaniya Versal müqaviləsi şərtlərini pozdu. Xüsusən də hərbi müqaviləni. Orada demişdi ki, ordu sayı azalmışdı, hava qüvvələri ləğv edilmişdi. Sonra baş qərargah buraxılmışdı. Bütün bunların hamısını yenidən bərpa elədi. Hərbi xidmət mükəlləfiyyəti bərpa edilmişdi. Ordunun sayı artırdı. Bütün növ silah istehsalını artırdı. Stresa konfransı keçirildi 35-ci ildə.
İngiltere, Fransa ve İtalya'nın Avrupa'da en büyük devletlerin iştirakıyla. Ve burada Avstriya'nın ərazi bütövlüyü təminat altına alındı. Ama Almanya'nın silahlanmasına karşı hiçbir tedbir görülmedi. Yani sanki bir növ Almanya'ya göz yumurlar bunun faaliyetine. Növbəti bir səhv addımları nədir? Aşağıda deyəcək Münhen konferansının sakitləşmə siyasəti. Deməli, 36-cı ildə Versal müqaviləsinin şərtlərini Hitler yenə pozdu. Silahsızlaşdırılmış Reyn bölgəsi var idi, xatırlayırsınızsa Versal-Vaşinqton müqaviləsində. Həmin bölgəyə qoşun yeritdi. Və bununla da Versal müqaviləsinin şərtlərini yenidən özünə birləşdirmiş oldu. 35-36-cı illərdə İtalya Efiopiyanı işğal etdi və dünya dövlətləri ona etiraz elədilər. Buna görə də İtalya öz xarici siyasətində dəyişiklik etdi. Kimlə yaxınlaşdı? İndiyə qədər İtalya, yəni Mussolini, Almanyaya əks tərəfdə idisə, bu hadisədən sonra o, yəni İngiltərə, Fransa, Efiopiyanın işğalına etiraz etdikləri üçün Mussolini xarici siyasətini dəyişdi. Kimlə yaxınlaşdı? Almanyaya yaxınlaşdı, Hitlerlə yaxınlaşdı. Artıq faciənin başlanğıcı buradan başlayır. Bu hadisələrdən başlayır, daha da şiddətlənir daha doğrusu. 36-cı ildə Almanya İtaliya arasında müqavilə bağlandı, ittifaq bağlandı. Uzaq şərqdə SSR ilə Yaponiyasında gərginlik. Xatırlayırsınızsa, Xalkingol döyüşündə SSR Yaponları məğlub eləmişdi. SSR mövzusunda demişdik bunu. Yaponiya Almaniya ilə yaxınlaşır. Həmcə Almaniya ilə yaxınlaşır səbəbi nə idi? Yaponiya xatırlayırsınızsa Vaşinqton konferansında narazı qalan dövlətlərdən biri idi. 1936-cı ildə Almaniya-Yaponiya arasında Anti-Komintern paktı imzalandı. Yəni kommunizm siyasətinə qarşı bağlanmış bir müqavilə idi. İspaniyada vətəndaş müharibəsi 36-39-cu illərdə. Deməli, burada fərqli iki ideologiya arasında mübarizə gedir. Demokratlar və faşistlər arasında. Burada bir məsələ var, şahidlər. Dünya dövlətləri hərəsi İtaliya və Almaniya faşistlərə yardım eləyir. SSR isə demokrata, yəni respublikaçılara kömək eləyir. Bu şəkildə dövlətlər, dünya dövlətləri öz mənafeyini orada göstərməyə çalışırdılar. Nəticədə 39-cu ildə faşistlər qalib gəldilər. İspaniyada faşist diktatorası yaranmış oldu. Soruşa bilər, uyğunluq məsələsi var, soruşa bilər. İspaniyada vətəndaş müharibəsi 2-ci Dünya müharibəsinin ayaq səsləri sayılır termin olaraq. Münhen konferansı sakitləşmə siyasəti Avropa dövlətlərinin uğursuz addımlarından biri bu idi. Almaniya bu formada müharibə ocağına çevrildiyi vaxtda 1938-ci ildə Almaniya, İtaliya, İngiltərə və Fransanın iştirakı ilə Münhen konferansı keçirildi. Burada Almanlar Çexoslovakiyanın Sudet vilayətini istəyirdilər. Çünki orada Almanların yaşadığını bəyan etmişdi Hitler və həmin ərazini istəyirdi. Münhen sözləşməsi nəticəsində Çexoslovakiyanın Sudet vilayəti Almanlara verildi. Almaniyanın Mərkəzi Avropa mövqeyi möhkəmləndi. Burada İngiltərə, Fransa niyə görə belə bir addım atdı? Çünki əhalisinin ümumi fikri müharibəyə qarşı idi. Yəni Almaniyaya qarşı çıxmaq istəmirdilər. Bir də hələ müharibəyə hazır deyildilər. Buna görə də öz müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədikləri üçün İngiltərə və Fransa bu hadisədən sonra nüfuzdan düşdü. Hitlerin mövqeyi isə daha da möhkəmlənmiş oldu Avropada. Sakitləşmə siyasəti uğursuz bir addım idi. Səbəblərini burada dedik. Müharibə hazır deyildi və müharibə istəmirdilər ölkədə. Buna hazır deyildilər. Nəticədə Hitler daha da möhkəmlənmiş oldu. Az sonra isə 39-cu ildə Hitler bütün Çexoslovakiyanı işğal etdi və bununla da ilk dəfə olaraq Hitler Almanların yaşamadığı bölgəni işğal etmiş oldu 39-cu ildə. Az sonra
vəziyyətdən istifadə edən İtaliya 39-da Albaniyanı da işğal etdi. 1939-cu ildə Almaniya ilə Polad paktı imzalandı. Müharibə vaxtı bir-birlərinə kömək edəcəkdilər burada. Gəlirik Molotov-Ribbentrop paktı. 39-cu ildə Almaniya Polşaya ərazi iddiası qaldırdı və belə bir vaxtda SSR-i Avropada ümumi təhlükəsiz bir vəziyyət qurmaq üçün belə bir addım atdı. Belə bir siyasət yeritdi ki, Avropa dövlətləri birləşsin və Avropanın təhlükəsizliyini qorusun. SSR bu fikirlərlə çıxış etdiyi vaxtda Almaniya ilə SSR arasında görünmədən, yəni heç gözlənilmədən bir razılaşma, müqavilə imzalanmış oldu. 1939-cu ildə gözlənilmədən iki dövlət arasında müqavilə imzalandı. Niyə gözlənilmədən deyirik buna? Çünki fərqli ideologiyalarda olan bir dövlətdir. Almaniya kapitalist bir dövlətdir, işğalçı bir dövlətdir, hazırlaşır buna. SSR isə sosializm cəmiyyəti qurmuş olan bir dövlətdir və iki dövlət arasında razılaşma oldu. Bu əslində gizli bir anlaşma idi. Molotov-Ribbentrop paktı imzalandı 39-cu ilin avqustunda. Bu paktın gizli protokoluna əsasən Şərqi Avropa, Almaniya və SSR arasında nüfuz dairəsinə bölünürdü və Almaniya ilə SSR Polşanı bölüşdürdülər, razılaşdı. Əslində burada SSR buna razılıq verməklə, yəni Polşanın bölüşdürülməsinə razılıq verməklə müharibənin müharibə başlanmasına səbəb olan dövlətlərdən biri oldu. Yəni, bu formada qiymətləndirirlər bunu. Dünya siyasətində belə qiymətləndirilir. Burada məsələ nə idi bəs? Almaniya niyə SSR ilə belə bir razılığa gəldi? Çünki 1-ci Dünya müharibəsində xatırlayırsa Schlieffen planı vardı 1905-ci ildə. Və həmin planda SSR, Almaniya həm şərqdə ruslarla, həm də qərbdə Fransa ilə müharibə aparırdı. Amma indi Almaniya iki cəbhədə müharibə aparmaq istəmirdi. Buna görə də gizli razılaşmaya görə Polşanı da neynədir? Bölüşdürdülər. Və bununla da SSR müharibə başlanmasına şərait yaratdı. Biraz əvvəl dediyim cümlə.